Demokratiya ən pis idarə etmə formasıdır. Dənizdə böyük bir gəmi təsəvvür edin. Gəmini kimin idarə etməsini istərdiniz? Kapitanlığı bilməyən, amma sizi idarə etməyə ən layiqli adam olduğunu iddia edən populist birinin, yoxsa ulduzları, küləkləri və dənizi hamıdan yaxşı tanıyan, amma kənarda səssizcə dayanan bir ekspertin? Məhz bu allegoriya ilə Platon demokratiyanın ən böyük qüsurunu göstərirdi. O inanırdı ki, kütləni manipulyasiya edən demagoglar təmiz qəlbli ekspertləri hər zaman üstələyəcək və bu, dövləti fəlakətə aparacaq. Bəs Platonun bu güclü tənqidinə qarşı çıxmaq mümkündür? Axı bu gün demokratiyasız bir dünya təsəvvür etmək çətindir. Burada səhnəyə onun ən dahi tələbəsi Aristotel daxil olur. O da saf demokratiyanın aşiqi deyildi, amma müəlliminin elitist yanaşmasını da qəbul etmirdi. Aristotelə görə Platonun ideal dövləti tam bir utopiya idi. İnsanların ailə və şəxsi mülkiyyət instinktini yox saya bilmərik. Hakimiyyəti tək bir filosof krala və ya qapalı elitaya versək, onlar da tezliklə korrupsiyalaşacaqlar. Bəs Aristotelin alternativi nə idi? Aristotel çoxluğun müdrikliyi ideyasını irəli sürmüşdü. Bəli, fərd olaraq heç birimiz mükəmməl deyilik. Amma bir araya gələndə kütlənin ortaq ağlı və praktik təcrübəsi ən savadlı bir şəxsdən daha doğru qərar verə bilər. Bir növ xalqın gözü tərəzidir misalı kimi. Buna görə də Aristotel təmiz demokratiyanı deyil, politiyanı müdafiə edirdi. Bu, qanunun aliliyinə və güclü orta təbəqəyə əsaslanan bir respublika modeli idi. Bu gün Qərbdə demokratiya dediyimiz sistemlərin çoxu əslində Aristotelin politiyasına daha yaxındır. Sonda Winston Churchillin o məşhur sözünü xatırlayaq. Demokratiya ən pis idarə etmə formasıdır. Təbii ki, indiyə qədər sınanmış digər formaları nəzərə almasaq.